Universitetə ilk qəbul olanda qəbul şərtlərinin necə çətin olduğunu bilirdimsə, orada oxumağın da çətinliklərindən xəbərdar idim. Tibb bacısı sözünə görə oğlanlar adətən gəlmirlər. Universitetə daxil ol, hər şey qurtaracaq, hər şey çox rahat olacaq. 4 il oxumaqla kollec bitirmək arasında nə kimi fərqlər var? İstədiyim qədər kifayət qədər boş vaxtım olmayacaq, özümüzə vaxt ayırmalıyıq və bu da mənim üçün həyatımdakı ən böyük avantajlardan biridir. Altus sizin üçün mükəmməl seçim ola bilər. Salam, mən Əliyeva Ləman. Azərbaycan Tibb Universitetində Ali Tibb Bacısı ixtisasının 2-ci kursunda təhsil alıram. Bu gün sizlərə universitetim və ixtisasım haqqında danışacağam. Bu universitet haqqında sizə ən çox verilən sual nə olub? Adətən məndən soruşurlar ki, bu qədər yüksək balla 4 il oxumaqla kollec bitirmək arasında nə kimi fərqlər var və bunu kinayə ilə deyirlər. Mən də səbirlə izah edirəm ki, əslində həqiqətən də ali tibb başçısı olmaq, komanda ilə bir yerdə fəaliyyət göstərmək, ona liderlik eləmək tibb məntəqəsində aparıcı rolu yerinə yetirir. Həmçinin bizdə magistr təhsili də var və biz həmçinin elmi dərəcədə ala bilirik, amma kollecdə təəssüf ki, bu avantaj yoxdur. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Akademik heyət ürək dolusu danışa bilərəm, çünki müəllimlərimizi həddindən artıq çox sevirəm. Əksər müəllimlərimiz demək olar ki, hamısı dərs keçmə metodları hərəsinin öz üsulu var. Əksəriyyətində də oxşar üsul odur ki, şəxsi təcrübələrini bizimlə bölüşürlər və bizi artıq indidən bir tibb bacısı kimi görürlər və bizə elə yanaşırlar. Onlar həkimdirlər, bizə dərs deyənlər tibb bacısı deyillər. Tibb Türkiyədən fərqli olaraq bizim ixtisasımız təzədir hələ, 6-cı ilidir. Onlar artıq işin mahiyyətinə tam hakimdirlər və bizlə tibb bacısı kimi davrananda həm biz özümüzü çox yaxşı hiss edirik, həm də ki, oradakı situasiyadan çox yaxından artıq əvvəlcədən tanış olmuş oluruq. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Əslində deyərdim ki, universitetimizin karyeramızı qurmasında çox böyük rolu var. Şəxsən universitetimizdə deyə bilərəm ki, elmi konfransların və beynəlxalq tədbirlərin keçirilməsi olduqca çox aktivdir. Məsələn, mən tələbə elmi cəmiyyətində İctimai Səhiyyə fakültəsi üzrə məsul şəxslərdən biriyəm. Bizim bu il 2 böyük konfransımız oldu və o konfransda tələbələr öz elmi işlərini təqdim edirdilər və jürilər onları dəyərləndirirdi. Həmin konfrans müddətində mən çox şey öyrəndim, çox təcrübə qazandım və oradan öyrəndiklərim, həmçinin verdiyi sertifikatı da mən CV-mə əlavə edərək çox böyük avantajı var deyə bilərəm. Həmçinin karyeramızı qurmağımızda əsas məsələlərdən biri ilə CV-mizin güclü olmasıdır. Düşünürəm ki, universitetimiz bunun üçün kifayət qədər şərait yaradır. Səni həqiqətən inkişaf etdirən bir dərs və ya müəllim olubmu? Əslində spesifik olaraq bir fənn və ya müəllim adı çəkə bilməyəcəm, çünki hər fənnin özünün qazandırdığı var. Hər müəllimdən öyrəndiyim çox şey var, amma daha çox deyərdim ki, 2-ci kursda bu il öyrəndiyim əksər fənlər çox maraqlı oldu. Çünki biz orada daha çox praktika elədik, daha çox şeyin şahidi olduq. Keçən ildən nisbətən daha maraqlı olduğuna görə çox şey öyrəndiyimi deyə bilərəm, amma spesifik fənn və ya müəllim adı deyə bilməyəcəm. Cərrahiyyə ilə mamalıq ginekologiyanı deyə bilərəm. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Mühit gözləyirəm deməzdim əslində. Çünki universitetə ilk qəbul olanda qəbul şərtlərinin necə çətin olduğunu bilirdimsə, orada oxumağın da çətinliklərindən xəbərdar idim. Ona görə də mən bilirdim ki, mən bu universitetə, bu ixtisasa qəbul olanda istədiyim qədər kifayət qədər boş vaxtım olmayacaq, ətrafımdakı insanlara istədiyim qədər vaxt ayıra bilməyəcəm. Mən bunu bilirdim. Ona görə də əslində çox böyük bir fərqlilik olmadı. Sadəcə olaraq onu deyə bilərəm ki, bütün bu dərs sistemi ərzində, dərs ili ərzində bunlarla yanaşı ətrafımızdakılara da vaxt ayırmalıyıq, özümüzə vaxt ayırmalıyıq. Mümkün qədər kiçik bir boş vaxtımız olsa belə, biz onu əylənməyə sərf eləməliyik ki, həmin müddətdə heç olmasa dincələ bilək. Son olaraq bizə və abituriyentlərə nə demək istəyir? Önceliklə sizə çox təşəkkürlərimi bildirirəm ki, bu cür şərait yaratmısınız. Abituriyentlərə isə kiçik mesajım o ola bilər ki, özünüzə inanın. Hər zaman özünüzə inanın. Müəyyən uğursuzluqlar yaşaya bilərsiniz, məğlubiyyətləriniz ola bilər, ruhdan düşəcəksiniz. Bir müddət özünüzə vaxt verin, o ruhdan düşməyin halını yaşayın, amma bunu çox qısa eləyin. Bir gün maksimum. İkinci gün artıq ayaq üstə dimdik durub addımladığınız yolda daha bərk-bərk addımlayın və inanın ki, addımladığınız bu yolda hər addım hədəfənizə bir addım daha yaxınlaşdıracaq.